Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən müsahibəm bitdi. Sizə istəyirəm məlumat verəm müsahibə haqqında. Deməli müəllimlər, hər kəs onsuz da öz vaxtında qəbul olunur. Məsələn, məndə saat 10 idi. 2-ci mərtəbəyə çıxdıq. 2-ci mərtəbədə onu qeyd edeyim ki, 19-20-ci otaqlar var idi ki, bu otaqların birində çox az sual verirdilər, birində çox sual verirdilər. Digərlərində düz mən olmadım. Yəni iş yoldaşım var idi, digər haqqında buna görə məlumat bilirəm. Mənə özünü təqdim etmə deyildi. Yəni qısa olaraq imkan vermədilər ki, yəni çox danışım. Mən də çalışdım ki, çox sürətli şəkildə məlumat verim. Universitetlərimə gəldim, çatdım. Təlimçilik fəaliyyətimi demək istəyəndə, yəni ki, bir dənə təlimçiyəm dedim, dayandırdılar. Keçdilər digər suallara. Diaqnostik qiymətləndirmənin nə zaman keçirilməsi, nəticələri barəsində mənə sual verdi ki, nəyə görə bilirik və sair belə bir sual verildi. Mən onlara, yəni bilirsiniz necə idi? Tez-tez verirdi sualı və sualı da artıq konkret olaraq cavab istəyirdi. Bu formada verirdi. Çünki mən içəri daxil olanda artıq orada belə deyək, 2-3 dəqiqəlik kimi özləri söhbət elədilər. Mənə işarə verdi ki, yəni gözləyim, sonra onlardan ünsiyyətdə olum. Deməli, mən diaqnostik qiymətləndirmənin nə zaman keçirilməsi, bölmə, yarım il, yarım ildən öncəsində keçirilməsi, bunu vurğuladım və şagird sinifdən sinifə keçəndə diaqnostik qiymətləndirmə keçirir, bu barədə məlumat verdim və ondan sonra qeyd elədim ki, diaqnostikin şagirdin öncəki bilikləri haqqında məlumat əldə etməkdir. Bunun üçün müəllim planlaşdırmasında dəyişiklik etməlidir. Əgər ki, ola bilər ki, mən məsələn bu mövzunu eyni sinifə keçirəmsə, tutaq ki, 7 sinifə keçirəmsə, orada artıq şagirdlərin nəticəsinə əsasən öz planlaşdırmadan dəyişiklik edib, güclü akademik nəticələri güclü olan şagirdlər üçün daha fərqli tapşırıqlar verə bilərəm. Zəif olan şagirdlər üçün daha fərqli. Onda belə bir sual verdi ki, tutaq ki, sizə uşaqlarınızın akademik göstəriciləri çox zəifdir və təlim nəticələrini falan çıxartmısınız və artıq görürsünüz ki, 50%-dən aşağıdır nəticələri və sonra nə edərsiniz? Mən deyirəm ki, növbətdə yəni dərs bitdiyini işarə verir mənə. Mən isə deyirəm ki, artıq bu zaman mən şagirdlərimə əgər bundan sonraki dərs bu dərslə əlaqəlidirsə, o inteqrasiya edib keçə bilərəm və yaxud da ki, şagirdlər dərsdən sonra əlavə tapşırıqlara, şagirdlərə dərsdən sonra məşğul ola bilərəm. Və sonra sual verdi ki, bəs bu nəticəsi haqqında şagirdlər 50% nəticə 50%-dən aşağı nəticə əldə edibdir. Onu valideynə necə çatdırarsınız? Valideynə necə çatdıra bilərəm? Dedim, valideynə biz valideyn iclaslarına müəllim olaraq onsuz da dəvət alırıq, iştirak edirik. Valideynə öz uşaqlar haqqında məlumat veririk. Amma onu qeyd edim ki, biz şagirdlərə onun övladı haqqında məlumatı hər kəsin içində vermirik. Biz konfidensiallığı qorumaq üçün onlardan fərdi danışmalıyıq və valideynə də məlumatlandırmalıyam ki, bizim məqsədimiz eynidir. İkimiz də şagirdin inkişafı üçün çalışırıq. Bunun üçün də mən təklif etdiyim metodları ona təklif edə bilərəm və bunun üçün də bir çalışmalıyıq. Bunu qeyd elədim. Ondan sonra bir dənə də ondan öncə mənə sual vermişdilər ki, icmalımın bu qədər motivasiya hazırlamışdım. Heç nə sual vermədilər. İcmalın motivasiyasından falan. Bir dənə dedilər ki, təlim nəticəsidir, alt standartıdır. Mən dedim, alt standartı budur, sətirlər mövzusudur, sətirlər mövzusu alt standartı budur və s. Başqa heç bir şey soruşmadılar. Qısa və konkretdir. Yəni, qoymadılar ki, bir genişliklə izah edim. Bu qədər oldu. Amma müəllimlərə müxtəlif suallar veriblər müəllimlər.